Mercedesin yaşı olmur deyirlər. Yanımdakı 27 yaşındakı 5 motor S-Class da bunu təsdiqləyir. Zavod bu avtomobili müzeyə sərgiyə qoymaq üçün can atır. Qıraqdan baxanda elə bil gəmini quruya çıxardıblar. 5 motor 306 at gücü, 0-100 sürətlənməsi 6,5 saniyə, yanacaq sərfiyyatı 15 litr. 5 motor gəmi sürürsənsə bunun yanacaq sərfiyyatını da fikirləşmə. Yanacaq çənimi 88 litrdir, 92 oktan benzinlə problemsiz olaraq işləyir. Bagaj həcminə gəldikdə isə bizim burada 500 litrlik böyük bir bagaj həcmimiz var, hansı ki sedan üçün ideal rəqəmdir. Və bizim bagajda ehtiyat təkərimiz var, hansı ki 27 ildir ki bu təkər heç istifadə də olmayıb. Avtomobilin salonundan zavoddan çıxanı hələ də gəlir. Və açarı taxırıq, sükan avtomatik aşağı düşür. Bizim telefonumuz olmazsa olmaz. Oturacaqlarda isitmə soyutma sistemi var və siz oturacaqları elektron formatda idarə edə bilərsiniz. Qapılarımızda pilsos olmasa, bu S-Class üçün ayıb olardı. Avtomobilin bazar qiymətinə gəldikdə isə 12-14 min manat təşkil edir. Amma bu avtomobil istisna. Sizinlə mən idim, Ayxan Mirzəxanlı.